Barmaqda sınıq da olmuşdu, üçüncü barmağım. Orada gösterdi. Sınıq var. İkinci barmaqda da qaralma var. Hə? 2 tane var, 3 de cüzi keçir. Burada havaya aid sahə qeyd olunur. Yəni, qazlı qangrenanın göstəricilərindən biri. Ürəyin qidalanmasında da problem var, işinliyə var. Damarda tutulma var yine. Damar yanındaki bu müddətdə tutula bilər yəni. Birisi nətərdir? Burada olan tutulmalar, yəni protokola görə ilk həmən yəni ora stent qoyulmur. Birinci dəfə o balonlanmalıdır ki, yəni balonlanır, ondan sonra yəni ki, o tutulduğu təqdirdə ora stent qoyulur. Biz yəni mütləq gerək ki, bura stent qoyulsun ki, bu ayağa qan dövran etsin. Damar açılmalıdır.